Parkinson və digər Parkinson bənzəri neyrodegenerativ xəstəliklərin riskini artırır. Golf meydanına yaxın ərazidə yaşayan insanlarda Parkinson xəstəliyi riski artır. Bu barədə bu il JAMA-da yayınlanan bir elmi tədqiqat bildirir. Və bu tədqiqat Amerikada aparılmışdır. Wisconsin və Minnesota'da yerləşən 139 golf meydanı ətrafındakı ərazilər incələnmişdir və nəticə etibarilə 419 nəfərdə Parkinson xəstəliyi aşkarlanmışdır. Xüsusilə 600 metr məsafədə yaşayan insanlarda Parkinson xəstəliyinin riskinin 2 dəfə artdığı da bu araşdırma nəticəsində məlum olmuşdur. Amma bu araşdırma nəticəsini bildirdim. Bu o demək deyil ki, golf meydanına yaxın bir ərazidə yaşayırsınızsa, evinizi satıb oradan uzaqlaşmaq lazımdır və yaxud orada yaşayan bir yaxınınız varsa, ona zəng edib evi satmağı və yaxud orada yaşamamağı tövsiyə edəcəksiniz. Ümumiyyətlə, golf meydanlarında istifadə edilən pestisid və digər kimyəvi maddələr bilirik ki, Parkinson və digər Parkinson bənzəri neyrodegenerativ xəstəliklərin riskini artırır. Bəs nə etməyimiz lazımdır? Bu araşdırma nəticəsi qeyd etdiyim kimi, sadəcə səbəb və nəticəyə yönəlik müşahidə xarakterli olduğundan bizim ilkin olaraq nəzəriyyə şəklində bu pestisid adlandırdığımız maddənin istifadəsinə bağlı olaraq Parkinson xəstəliyinin artmış olduğunu deyə bilərik. Amma bunu 100% əminliklə deyə bilmirik ki, Parkinson xəstəliyinə səbəb olur. Amma Parkinson xəstəliyinin bilirik ki, bu toksik maddələrlə məruziyyəti olmayan insanlarda da ortaya çıxması mümkündür. Ona görə bizim bu araşdırmadan sadəcə nəticə çıxararaq nələr etməmiz lazımdır, ona baxmalıyıq. Birinci növbədə əgər golf meydanına yaxın bir ərazidə yaşayırıqsa, xüsusilə yaxşı olar ki, bir qədər uzaq məsafə olsun, 600 metrdən daha uzun məsafə və qəbul etdiyimiz suyun tərkibində pestisid olub-olmadığını test etdirək. Bundan əlavə, əgər golf oynayan biri isə bunu mütəmadi olaraq ediriksə, o zaman diqqət etməmiz gərəkən müəyyən gigiyena qaydaları var. Otla və oradakı əşyalarla təmasda olduqdan sonra əlimizi, üzümüzü yaxşı yumağımız lazımdır. Bundan əlavə, pestisid səpələnən günlər xaricində oynamaq lazımdır. Yəni, o prosesdən bir neçə gün keçməyini də gözləmək lazımdır. Buradan belə nəticə çıxarırıq ki, bizim bəzi beyin xəstəliklərimiz harda yaşamağımızdan asılıdır.